Adı Kitab-ı Dədə Qorqud dastanında keçən Göyçə mahalı Qərbi Azərbaycanlıların sıx məskunlaşdığı ərazi olub. Bu mahal eyni adlı gölün sahilləri boyu geniş bir ərazini əhatə edir. Göyçə adının etimologiyası ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bir sıra tədqiqatçılara görə bu ad Göyçə gölünün adından götürülüb. Göyçay sözünün tədricən dəyişilərək Göyçə formasına düşməsi əsasında əmələ gəlib. Kitab-ı Dədə Qorqud dastanında isə Göyçə gölünün adı Göyçə, Gökçə, Gökçe deniz formalarında qeyd edilib. Tarixçi İskəndər bəy Muşinin Tarixi Aləmarai Abbasi əsərində gölün adı Gökçə dənizi və ya Gökçə təngiz kimi əks olunub. Göyçə gölünün adının Göyçək xanımın eşqinin həsrətindən yaranan bir rəvayətdən götürüldüyü də deyilənlər arasındadır. Ermənilər bir çox tarixi torpaqlarımız, abidələrimiz kimi Göyçə gölünün də adını dəyişiblər. Göyçəni sevan etməklə onun tarixi, əsl adını silməyə çalışıblar. Göyçə mahalı Rusiyaya birləşdirilənə qədər İrəvan xanlığının, sonralar isə İrəvan quberniyasının tərkibində olub. Pəmbəy, Əlibəy, Ağmanqan, Güneydağ, Ala göllərin başı dağ silsilələrindən ayrılan çıxıntılar Göyçə hövzəsinin əsas hissəsini təşkil edir. Sovet hakimiyyəti illərində Ermənistan SSR rayonlaşdırılarkən Göyçə mahalı süni surətdə 5 inzibati rayon arasında bölünüb. Bunlar Çəmbərək, Basarkeçər, Aşağı Qaranlı, Kəvər və Yelenovka rayonudur. Geniş otlaqlara malik olan Göyçə mahalında yaşayan əhali daha çox əkinçilik, maldarlıq, arıçılıq, bağçılıq, xalçaçılıq və balıqçılıqla məşğul olub. Mahal Azərbaycan aşıq sənətinin beşiklərindən biri hesab edilir. Bölgə Azərbaycan ədəbiyyat və mədəniyyət tarixinə Aşıq Alı, Aşıq Ələsgər, Şair Məmməd Hüseyin, Aşıq Əsəd, Aşıq Qurban kimi məşhur ustad və söz sənətkarlarını bəxş edib. 19-cu əsrin ortalarında əhalisinin mütləq əksəriyyətini Azərbaycanlılar təşkil edən Göyçə gölü hövzəsi Bu da Göyçə gölü. Allah insanı qorumaq üçün onun həyatında olan bəzi insanları ondan uzaqlaşdırır. Odur ki, itirdiyin, səndən uzaqlaşanları bir daha axtarma. Çünki o Allahın sənə bir lütfüdür. Yəni həyatda altını dizərək xət çəkib güvəndiyin çox dostları zamanı gəldikdə uf demədən üstündən xət çəkib silməlisən. Bil ki, zaman hər kəsin iç yüzünü açıb göstərən ən yaxşı güzgüdür. Dostun saxtası, düyməsi səpp bağlanmış geydiyin köynək kimi gec-tez üzə çıxacaq.